92-ci ilin may ayının 8-də, yəni 33 il az qalıb ki, tamam olsun. May ayının 8-də artıq Şuşa işğal olunmuşdu, Laçında böyük ajotaj yaranmışdı, cəmaət artıq köçə başladılar belə. Axşam tərəf günortadan sonra biz gəldik, girdik bura. Bura deməli rayonun, şəhərimizin mədəniyyət sarayıdır. İndi şükürlər olsun ki, o dağılmışdı, ermənilər dağıtmışdı. Onun yerində şükür ki, gözəl bir dənə mədəniyyət sarayı tikilir. Böyük, çox gözəl proyektləndi. İndi yəqin ki, hazır olacaq Allah görsə bir ilə parayla. Və oradan qapılar vardı. Biz gəldik, girdik bura, qaranlıqda. Mən işıqdan qaranlığa girdim də içəri. Mən içəridəki adamları seçəmədim. Biraz gördüm bir dənə qadın, o qadının səsi heç vaxt yadımdan çıxmaz. Dedi ki, bəs deyirlər, hamı qaçıb gedib, heç kəs yoxdur, bu deyir, Qazanfər müəllim buradadır. Elə sevindi arvad məni görəndə qadın, pekarında işləyirdi, çörək pişirmə zavodunda işləyirdi. O qadının sifəti də yadı, çox təəssüf ki, adını unutmuşam. O qadın belə dedi, mən baxdım ki, tanıdığım sifətlər, üzlər, hamı buradadır, çox tanıdığım adam, həkimlər var burada, çox adamlar var. Sonra bizlə bərabər Tahir Əliyev vardı, Daxili İşlər Naziri idi. Rəhmətli Xanlar müəllim bizim icra başçısı idi. Rəhmətli Akif Həkim, o da deməli rayon icra komitəsi sədrinin müavini idi, icra hakimiyyətinin müavini idi. Və onlar çox adamlar biz girdik bura. Burada böyük cəmaata biraz toxtaqlıq verdik, qorxmayın, darıxmayın, biz də buradayıq və s. Sonra Tahir Əliyev bizi kənarlaşdırdılar qırağa, özləri girdilər, bax orada bizim qarşı tərəfimizdə orada şey vardı. Səhnənin altı vardı. Səhnənin altı. O səhnənin altında bir balaca qapı vardı. Qapını örtdülər, girdilər uşaqlar müşavirəyə. Sonra mən öyrəndim ki, onlar belə qərarlar qəbul edir ki, Laçın polisini göndərsinlər Hadrut rayonu ərazisindən ermənilərin hücumu gözlənilir. Mən sizə deyim ki, məsələn, heç oradan hücum gözlənilmirdi, heç hücum da olası deyildi. Amma o da var ki, Laçın polisi döyüşkən dəstəyidir, çox təcrübəli döyüşçü uşaqlarıdırlar, Allah şəhidlərimizə rəhmət eləsin hamısına. Amma onlar Laçını qoruya bilməzdilər, Laçını dövlət qorumalıdır, Laçını Azərbaycanın ordusu qorumalıydı. Çox təəssüf ki, qoruya bilmədilər və Laçın şəhəri işğal olundu, gözəl klubumuz. Burada bütün Laçınlıların xatirələri var. Onun yanında burada köhnə klubumuz vardı, eləmişlər peşə məktəbi. Onu da yanında ermənilər dağıtdılar. Buranı da söküb dağıtmışlar, uçuqları qalmışdı. İndi yerində şükürlər olsun ki, gözəl bina tikilir, müasir tipli. Yəni, o vaxtı deməli bizim nə idi əsas məsələ? Yəni, bizim belə deyək də, burada olanlar bir növü belə alladıcı manevrlər deyək də buna, taktikalarıdır. Biz başa düşmürdük də, bu nə deməkdir? Yəni, bir qrup adam gəlib ki, maşınları gətirək ki, cəmaata çıxın. Allah köməkləri olsun, çıxmaq olmasaydı cəmaatı qırardılar ermənilər. Çünki Xocalını qırmışdılar, Xocalı da televizorlara yayılmışdı deyən cəmaatda artıq qorxu hissi formalaşmışdı. Və bir tərəfdən də gəlirdilər, deyirlər ki, qorxmayın, biz buradayıq, amma sonra baxdıq ki, bunlar biz buradayıq deyən adamların özlərinə kömək lazımdır. Yəni, bizə bir komandir qoymuşdular, general oldu. Sonra Allah köməyini emirəm, kömək olsun. Adı da yadımdan çıxır. Məsələn, o burada bizim uşaqlardan kömək edirdi. Daxili İşlər Naziri dediyim Tahir Əliyev bizdən. Məsələn, rəhmətli Çingizi bizim Laçın uşaqları qoruyurdular. Yəni, elə bir vəziyyət yarandı ki, 200-300 nəfər o Laçın batalyonu olanı tək qoydular burada, düşmənin ağzında. Yəni, Laçın da məğlub oldu, Laçın şükür Allaha. Yəni, mən bilirsiniz, həmişə mən bu sözümü çıxışlarımda da, yazılarımda da deyirəm ki, uğurun və uğursuzluğun arxasında siyasət durur. Uğursuzluq o vaxt oldu ki, bizim siyasətimiz olmadı. Uğur o vaxt oldu ki, bizim siyasətimiz güclü oldu Azərbaycanın. Azərbaycan prezidenti qətiyyət göstərdi və qətiyyəti sayəsində də Qarabağ tamamilə işğalçılardan azad olundu. Və biz də yurumuzda köçmüşük, burada yaşayırıq. Valla, məişət problemlərimizi dilimə gətirmək istəmirəm. Çünki nə məişət problemi? Şükür Allah'a. Əsas arzumuz odur ki, Laçın tezliklə tikilsin, inşa olunsun. Laçına yaşayan insanlar gəlsinlər, burada yaşasınlar. Valla biz də tək qalmayaq da, burada bir adamlar, həmdərdlərimiz olsun. Qarabağ döyüşçüləri, yaxşı müəllimlər, həkimlər, cəmiyyətin o öndə gedən insanları gəlsinlər, burada yaşasınlar. Birinci onların evi tikilsin. Və əminəm ki, bu da olacaq. Şükür Allah'ın böyüklüyünə. Allah yenə də deyirəm, şəhidlərimizə rəhmət eləsin, qəhrəman qazilərimizi qorusun, Ali Baş komandanımızı var eləsin ki, biz bu günləri buradayıq.